Salam dostlar, bu videoda sizə Şəmkir Sistem Mərkəzində keçirilən Artlab təlimi haqqında qısa məlumat vermək və oradakı maraqlı anlarımı sizinlə paylaşmaq istəyirəm. Bu təlimdə biz yaradıcılıq və texnologiyanı birləşdirərək öz ideyalarımızı həyata keçirməyi öyrəndik. İlk olaraq hekayələrimizi qurduq, obrazlarımızı düşündük və onları səhnələrə bölərək hazırladıq. Hekayələrimizi hazırladıktan sonra növbəti mərhələdə animasiya yaratmaq üçün praktiki işlərə başladıq. Stop Motion Studio proqramı vasitəsilə kiçik səhnələr hazırlamağı, personajlarımızı yaratmağı və onları hərəkətə gətirmək üçün xüsusi çəkilişlər aparmağı öyrəndik. Bu mərhələdə biz çəkiliş prosesinin kadrlarının qurulmasını, obrazların hərəkət etdirilməsini və animasiya yaratmağın əsaslarını sınaqdan keçirdik. Hazırladığımız kiçik səhnələr bizə gələcək layihələrimiz üçün təcrübə qazandırdı. Onun maraqlıdır. Bu kadrlarda isə öz animasiya layihəmi hazırlamağa başlamışam. Bu layihə mənə yeni bacarıqlar qazandırdı. Yaradıcı düşüncələrimi həyata keçirməyə və öz ideyalarımı animasiya vasitəsilə ifadə etməyə kömək etdi. İndi isə sizə hazırladığım kiçik filmi təqdim edirəm. Kiçik bir uşaq heç kimin görmədiyi sirli bir qapı tapdı. Qapı ağacların arxasında gizlənmişdi. Sehirli bir şəkildə mavi işıq saçırdı. Uşaq gələcəyin bu qeyri-adi şəhərinə ilk dəfə addım atırdı. Onun qarşısında uçan maşınlar, süni intellekt dünyası açıldı. Lakin tezliklə şəhərin kədərli sakinləri, hərəkətsiz və üzgün robotlar diqqətini cəlb etdi. Balaca robot uşağa bu sükutun səbəbini izah etdi. Biz keçmişimizi unutmuşuq. Bütün robotlar kədərlidir. Şəhərdə unudulmuş xatirələri qaytaracaq sehirli bir musiqi qutusu gizlənmişdi. Balaca uşaqla robot onu axtarmağa başladılar. Şəhərin bütün ümidi onların əlində idi. Onlar köhnə binanın altındakı bir otağa girdilər. Bu otaq əslində unudulmuş bir kitabxana idi. Uşaq qutunun düyməsinə basdı və sehirli bir melodiya bütün otağa yayıldı. İnsanlar xatirələrini oyadan bu musiqi şəhərə səs salmağa başladı. Melodiya robotlara xoşbəxt anlarını, ailələrini və dostlarını xatırlatdı. Şəhər yenidən canlandı, kədər getdi və hər kəs yenidən gülümsəməyə başladı.